Hə dostlar, Laçın Ömürü kəndindən hər kəs salmadım. Hər vaxtınız xeyir olsun deyirəm. Mənim indi çəkəsi olduğum video belə yenə də bir uçuq evdir. Bütün evlər uçuq dağılmış olduğu kimi bu evdə uçuq dağılır. Və belə evdən görüşür ki, qalan bax belə divarı nə hündürlüyündədir. Bu ev İlyasov Ələsgər müəllimə aiddir. Ələsgər müəllim rəhmətə gedir. Allah rəhmət eləsin. Həyat yoldaşı sağdır. Yine bir oğlu sağdır. Allah ona da can sağlığı versin. Ələsgər müəllimin bir oğlu da rəhmətə gedir. Allah ona da rəhmət eləsin. Demək bu ev son illər burada tikilmişdi. Mən bu ev tikiləndə mən də burada bir balaca mənim də əl işim var. Hardasa elə bilən bu otaqların tavan işini mən görmüşdüm. Bu ev təmirli olub. Yəni çox gözəl şəkildə. Bu indi ortadan görüşən bu bax belə geniş şəkildə iki otağın arasından qapılardılar. Qapılar giriş hissəsi divar usulub. Yəni yerdədir. Mən də sizə biraz irəlidən göstərim. Siz də baxın. Bax belə evi yandırıblar, uçurduqlar. Yəni çalışıblar ki, erməni vandalları burada hər bir yeri bax belə evlərin yandırsınlar, dağıtsınlar, qarat edib sıfıra gətiriblər ki, yəni burada bir də yaşayış bərpa olmasın. Bunun üçün çalışıblar onlar. Onlara yəqin ki, xüsusi təlimat verilmişmiş ki, yəni bu yerlərdə bütün evləri belə darmadağın dağıtsınlar. Evi qarat olunandan sonra ev yandırılır, bütün malası tökülür, belə göz qabağındadır. Ancaq ev baxırsan ki, belə təmirli olub. Təmirli olub. İndi burada mən sizə ikinci otağı da göstərim. Bu evdə bax belə təmirli olub. Yuxarıdan belə boyası görüşür ki, evdə boya işi də yəni biraz da olsa qalır. Yəni izi var. Ev tamamilə dağılır. Yenə bu evləri yenə mən deyərdim ki, bu mənim öz şəxsi fikrimdir. Cəmaatımız bura gələndən sonra bu evlər yəqin ki, bir daha bərpa olacaq. Bizim əgər bu bizim öz üzərimizə düşən iş olsa, bu evləri təmir eləmək olar, bərpa eləmək olar. Yəni yaşayışımızı burada davam edərik. Bu evin aşağısı buradan bax belə sizə göstərəm. Siz də baxın bura Kərimlərin bağı deyirlər. İndi mən elə evdən elə onu yəni çəkim qutarıb, sonra keçərəm aşağı tərəfə. Buradan əlavə olaraq burada mətbəx olub, evin mətbəxidir. Yəni bu ayrı bir tikili olub. Ona belə yanda olsa da yəni ayrı evin mətbəxi olub. Bu da tamamilə dağılıb, tökülür. Arxa divar, ön divar hamısı dağılıb. Rəhməti Ələsgər müəllimin də evindən bu qədər. İndi mən biraz aşağıdan bağdan sizə çəkəcəm. Onu da deyim ki, rəhmətli Ələsgər müəllimin atası bizim qonşumuz olublar Fəthullah kişi. Allah Fəthullah kişiyə də rəhmət eləsin. Həyat yoldaşına, yenə də o biri oğlanlarına, Bəyoğlan müəllimə, mübarizə də Allah rəhmət eləsin. İndi mən yenirəm bağ yerindən sizə az da olsa belə çəkiliş edin. Burada bağdan çəkiliş eləmək elə bir şey yoxdur ki, çəkib göstərəsən. Bağ tamamilə yoxdur. Yerindən tamamilə çürüyüblər elə bil. Burada heç baxırsan ki, elə bir ağac olmuyor. Burada bir dənə ağacın bax belə kötü yerindədir. Bu da tut ağacı deyil. Tut ağacı olmuyor. Başqa nəsə ağacını kəsiblər. İndi nə vaxtsa bilinmir. Ancaq bağdan heç bir ağac görsənmir. Yoxdur, kötüyü də yoxdur. Bir dənə də ağac kötüyü bax buradadır. Mən bunu baxıram, bax belə buradan laf aşağıdan göstərirəm, yandırılıb. Ola bilsin ki, od verilib, yandırılıb buralar. Bu tut kötüyüdür. Dəqiqliklə usta olduğum üçün mən görürəm ki, bu tut kötüyüdür, dəqiq tanıyıram. Bir dənə tut kötüyü göstərən budur. Bax bu ağacın kötüyü. Sonra yenə də aşağıdan elə bir ağac yoxdur göstərəm. Ancaq ki, bura dərin bir yer olduğundan bizim burada yenə də bu şırdanın aşağı tərəfindən
qoz ağaçları ki var. Bax belə bir neçə dənə. Bunlar dərinlikdə olduğu üçün bu ağaçları kəsib götürə bilməyiblər. Həm də o qədər yararlı ağac deyil. Onların gövdəsindən elə bir material yəqin ki nəzərdə tutulmayıb. Bu baxımdan ağaclar kəsilməyib. Ancaq belə bağın özü bax belə mən sizə belə bu cür göstərirəm. Heç nə qalmayıb. Yenə də burada bir dənə ayrı tut kötüyünə rast gəlmişəm. Bunun da kötüyündən baxın yenə. Hə, bu da yandı. Bu ağac da yandırılıb. Yəni ağaçlar ola bilsin ki bağa bütöv od verilib. Bütün ağaçlar hamısı məhv olunub. Ağaçlardan heç nə qalmayıb. Əgər kötü olsa burada indi otun quru vaxtıdır, görüşərdi. Görünür ki yoxdur. Biz gedən vaxtda da burada bir neçə dənə ağac kəsilmişdi, ancaq bağ tamamilə doğranmamışdı. Bu yer o vaxtı bölümdə rəhmətli Ələsgər müəllim, sonra rəhmətli qardaşı Bəyoğlan müəllim, əmisi uşaqlarından İbrahim kişi sağdır. İbrahim kişinin, sonra oradan aşağıda yenə Müslüm müəllimin evləri var. İndi mən birazdan oradan da sizə çəkiliş edəcəm. Bu hissədən mən sizə yenə də dərinlikdən göstərirəm. Bir də ağacın burada belə kəsildiyi görüşür. Yəni burada mişar işidir. Yəni bu asob kəsilib. Bax yenə də buradan belə bu aşağıdan da qoz ağaçlar görüşür ki, bir neçə dənə qoz ağaçları var. Bunlar salamatdırlar. Yəni kəsilməyib. Bağ yerindən də elə heç nə yoxdur. Yenə bu göz qabağındadır indi. Mən elə indi çıxım yuxarı. Bir daha şəhidlərimizə Allah'tan rəhmət dilirəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Allah veteranlarımızı qorusun, Allah müzəffər ordumuzu qorusun. Rəhmətli Ələsgər müəllimin evindən bu qədər. Xəttə qalın, inşallah videonun davamı gələcək. Bir daha videonu izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Sağ olun, var olun.